Uşaqlar üçün an. Bir dəqiqədə. Yox, çəkməyə mesajı vermirəm. Biz sizə sual verməyiz. Bu bayrağı Bir dəqiqə xahiş edirəm bir daha toxunmayın. yoxdur, girib iç çəkişlə baxalım. Bu sadəcə sosial şəbəkədə yayılıb və belə bir məlumat var ki, artıq insanların beynində belə bir düşüncə yaranıb ki, sanki təbliğat aparılır. O günü işdə olmamışam, xəbərim olmadı. Tədbirin mexanizmi və standartları ilə bağlı Nazirliyə məlumat verilmişdi, təsdiqlənmişdi. Hə, o işçi işdən çıxarılıb, İşdən kim çıxardı bunu? müdür. Nəyə görə? İcazəsiz çağırdığına görə. Biz bilməmişik ki, məsələn, belə bir adamdır. O girəndən sonra görmüşük onu, yəni ki, belə bir adamdır. Müdür də əsəbləşib onu işdən çıxartdı. Burada bildirirlər ki, tədbirin təşkilatçılığını siz etmisiniz. Xanım, bir dəqiqə gözləyin. Mən onun sənədinlə onu qəbul etmişdim ora. Şahtaxtinskaya Samirə Rüfət qızı. Bəs yaxşı, siz tədbirin Hə. təşkilatçılığını eləyərkən məlumat verirsiniz ümumiyyətlə rəhbərliyə ki, kimləri çağırırsınız, necə eləyəcəksiniz? Təşkilatçılığını edərkən, bəli, öncədən elə bir deyildi. Aygün Kəzimovanın repertuarının ağır bir mahnı idi. Mən orada şənlik filan mənasını eləmişəm. Sadəcə nömrə artırmışam orada, nömrə olsun. Mən onu məqsədli şəkildə eləməmişəm. Tədbir eləyəndə nə olar ki, müğənni? Mən iminli onu transfilan təbliğatında eləməmişəm, Allah eləməsin. Mən özüm normal qadınam, normal da insanam, çox da vətənimi də sevən bir xanımam. Bizim, ki, o tədbirlərin planında, senari planında orada da elə bir şey yoxdur ki, yəni bu adam burada çıxış edəcək. Görəndən sonra yanımsız saxlanıb da onun çıxışı. Və çıxarılıb bayır. Əslində normal baxmıram. Yəni düzdür, hamının fikrinə hörmət etmək lazımdır. Əgər cinsini dəyişibsə, ona görə əslində normaldır. Yəni mən normal baxıram cinsini dəyişməyə, amma onun yerinə daha, yəni çünki xalq artistlərimiz var, daha maarif insanlar var. Onları çağıra bilərdilər. Transın çıxış etməyi düzgün deyil. Yəni düzgün baxmıram. Amma belə yəni transın öz fikridir, yəni həyatını dəyişmək onu normal baxır. Çox pis. Şagirdlərin önünə şəxsən çıxarılmasına çox pis baxıram. Xalq artistlərindən, muğam ustalarından biri çıxarılsaydı daha da yaxşı olardı. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlik nümayəndəsi isə suala birbaşa cavab verməkdən yayınaraq bizi Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin əməkdaşına yönəltdi. Qeyd edirik ki, mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərə dəvət olunmuş ifaçılardan hər hansı birinin ifa tərzi və keyfiyyəti ilə əlaqədar sual yaranırsa, bu barədə mütəxəssislərin də rəyi nəzərə alınmaqla gələcəkdə fərqli repertuar və ifaçılara üstünlük verilməsi təmin olunacaq. Sabir adına Bülbülə qəsəbə mədəniyyət evi bildirir ki, gələcək tədbirlərin hazırlanması və icrası zamanı yaradıcılığın və bədii zövqün inkişafı, eləcə də mədəni mühitin zənginləşdirilməsi istiqamətində fəaliyyətini daha böyük əzmlə davam etdirəcək. O ki qaldı məsələni işıqlandırmağımıza, məqsədimiz ittiham etmək, seçimlərinə görə qınamaq deyil. Sadəcə sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilən mövzuya aydınlıq gətirməkdir. Gəl, yaxından gəl bunu çək yine. Bura baxın əziz dostlar, baxın. Bal alanda belə bal alın yeyinə, bura baxın. Bir şanın gözəlliyinə baxın. Görürsünüzmü? İnşallah sabahların bunu biz Sumqayıta yola salırıq, Noxanıya. Kim istəsə Azərbaycanımızın bütün şəhər və rayonlarda bu cür şanlı balları göndərib çatdırmamız tam pulsuzdur. Qəşəng doğrayırıq, bu cür qablara yığırıq və düz ünvanınıza qədər də göndərib çatdırmanı tam pulsuz eləyirik. Ona görə hər kəs bu fürsətdən yararlanmalıdır və sizlər üçün möhtəşəm bir kampaniyamız da var. Hansı ki bir balon bal alana 1 kiloqramda bal hədiyyə. Mən Arıçı Vidadi olaraq həmişə hər zaman demişəm ki, mən verən balın tərkibində qatı çıxsam, onun pulunu 2 qat geri verəcəyəm. Amma bugün deyirəm ki, siz əgər bizdən bir balonda bal alsanız, 1 kiloqramda mən sizə bal hədiyyə verərəm, ağ balımız da var. Bu kampaniyanın ağ bal və şan balına aidiyyəti yoxdur. Amma bu cür dolu, şanla dolu balonlarda bal alsanız, yenidən 1 kiloqram biz sizə hədiyyə verərik. Üstəlik çatdırmanı da sizin üçün dediyiniz yerə qədər tam pulsuz eləyərik. Ona görə də hər kəs bu fürsəti əldən verməsin. Zəng eləyin, sifariş edin. Bu cür möhtəşəm ballardan sizin də süfrələrinizdə olsun. Sağ olun, var olasınız.